Salam uşaqlar. Demək, biz bu gün sizdən passive voice mövzusuna baxacağıq. 7-ci sualdan başlayıram, çünki 1-dən 6-ya dinləmədi. 7-ci suala baxan kimi görürəm, gələcək zamandır. Birinci tamamlığı götürürəm, atıram cümlənin qarşısına və şərt bilirik ki, gələcək zamana keçəndə will be olmalıdır. Çünki məchul növün düsturu belədir. To be üstəgəlisi V3. Demişik, indiki zamanda əmizar gəlməlidir cümləyə. Keçmiş zamanda was were. Gələcək zamanda will be, shall be, indiki bitmiş zamanda, keçmiş etmiş zamanda been əlavə eləməsi. Çünki onların hamısı to be-nin formalarıdır da. Mən də baxıram ki, cümlə gələcək zamandası mütləq will be, bir də both olmalıdır deyə. D olar, Y olar. Amma yadda saxlayın ki, mübtədəni by'dan sonra verirsə, onu obyekt əvəzliyinə çevirib verməlidir. Çünki şəxs əvəzliyi cümlənin sonunda gələ bilmir də. 8-də my teeth, mənim dişlərim cəmdədir, keçir cümlənin əvvəlinə tamamlıq. Cümlədə indiki zamanda olduğuna görə mütləq əmizar gəlməlidir. Teeth sözü də cəmdədir, dişlər. D variantı doğru cavabdır. 9-cu sualda attacked keçmiş zamandadır. Keçmiş zamandasa cümləyə mütləq was were gəlməlidir. Və baxıram ki, qalıram B ilə Y arasında. Uşaqlar mübtədə eyni qala bilməz deyə. Y variantı doğru cavabdır. Çünki tamamlığımız her'dir. Her də cümlənin əvvəlinə keçəndə she'yə çevrilir. 10-cu sualda they will send him abroad. Onlar onu xaricə göndərəcək. Kimi? Onu. Yəni tamamlığım himdir. Him keçəcək cümlənin əvvəlinə. Mübtədə eyni qala bilməz. Cümlə də gələcək zamanda olduğuna görə will be sent olmalıdır. Y variantı. 11-ci sualda his jokes have irritated the guests. Onun zarafatları qonaqları bezdirdi də. Demək, qonaqlar söz bizim cümlənin tamamlığı da keçəcək cümlənin əvvəlinə və indiki bitmiş zamanı məşğul növə çevirəndə mütləq have been olmalıdır. C variantı doğru cavabdır. 12-ci sual tipli sözlər gələndə qorxmayın, çaşmayın. Yəni, did nə varsa keçmiş zaman bildirir. Keçmiş zaman isə mütləq was were gəlməlidir cümləyə. Yəni, haddir, havedir, bunlar çıxırsınız. Aynen D-nin arasında qalırsınız və bilirsiniz ki, nə olsun bu sual cümləsidir. Burada da siz eyni qayda ilə getməlisiniz də, tamamlığı tapıb keçməlisiniz cümlənin əvvəlinə və ona görə D variantı düzgün götürülür. Çünki mübtədələr yenə eyni şəkildə qala bilməz. 13-cü sualda deyir ki, hansı cümlələr məchula çevrilə bilər? Hansı cümlə məchula çevrilir? Əlbəttə ki, tamamlığı olan cümlə. Yəni, baxan kimi mən görə bilirəm. Məsələn, bir də deyir ki, biz parka gəzməyə getmişik. Haraya parka? Burada bu məkan zərfidir. Deyir, pişik uzanıb maşının kölgəsində, harada maşının kölgəsinə yenə məkanı bildirir. Üçəsi deyir ki, kitab rəfdən düşdü. Haradan düşdü? Rəfdən düşdü. Yəni, 4 ilə 5 doğru cavabdır. 4-də deyir ki, onlar kitabı rəfə qoydular. Nəyə qoydular? Kitabı. Kitab bizim tamamlığımızdır. 5-də isə deyir ki, onlar ingiliscə öyrənirlər. İngilis dilini öyrənirlər. Nəyə öyrənirlər? İngilis dilini. 14-cü sualda cümləyə do ilə sual veribsə, yenə cümləyə əmizar axtarırsınız. Və yazı saxlayın ki, mübtədə heç vaxt eyni qala bilməz. Tamamlığı əvvələ gətirməlisiniz deyə C variantı doğru cavabdır. 15-ci sualda isə deyir ki, məchul növdə olan cümlələri seç. Biz demişik ki, cümlənin sonu sifətlə bitirsə, o məchul növ ola bilməz. Bu ona görə çıxdı. Sonra baxıram ki, başqa nə isə çıxa bilirəm, xeyr çıxa bilmirəm. 3-ü silirəm, avtomatik olaraq bildirirəm ki, ya cavab 1-2-dir, ya da 2-4-dür. Demək, 2 nəqd var. 1 ilə 4 arasında baxıram. Belə olduğu halda uşaqlar cümləni ancaq nə edə bilərsiniz? Təsdiq cümləsinə çevirib belə yoxlaya bilərsiniz. Məsələn, 4-cü sualda belə olacaqsa, cake is made by mother. Tort ana tərəfindən hazırlanıb. 4 düzdür. Cavabım ona görə 2-4-dür. Bəs 1 niyə olmur? 1-in cümləsi belə gedir. The letter posted by Jeremy. Jeremy tərəfindən göndərilmiş məktub was on the table, stolun üstündə idi. Yəni, was'dan sonra da V3 gəlmədiyinə görə bilirsiniz ki, o məchul növdə olan bir cümlə deyil. 16-cı sualda have solved deyirsə, indiki bitmiş zamandadır. İndiki bitmiş zamanında mütləq been gəlməlidir cümləyə. Yəni, have been solved ya da has been solved formasında olacaq. Burada been yoxdur deyə çıxıram. Baxın, uşaqlar, mübtədə eyni qala bilməz deyə B variantında çıxıram. Çünki mənim cümləmin tamamlığı the problemdir, o keçməlidir qabağa. The problem keçdi qabağa, C dolar, D dolar, Y dolar. Amma C variantında been yoxdur, D variantında been yoxdur. Ona görə Y variantı doğru cavabdır. 17-ci sualda deyir ki, hansı cümlələri məşğula çevirmək olar? Əlbəttə ki, yenə tamamlığı olan cümlələri məşğula çevirmək olar. Deyir ki, bu yemək pis dadır. Olmaz, yəni tamamlıq yoxdur. Ana supun dadına baxdı. Nəyin dadına baxdı? Supun. Bu sup tamamlıqdır deyə 2-ni götürürəm. Deyir ki, o mənə qəmgin görsəndi. Bunu saxlayıram. Kişi yerindən qalxdı. Bunu da saxlayıram. Yəni tamamlıq görmürəm uşaqlar burada. İdmançı qaldırdı bizim bayrağımızı. Nəyi? Bizim bayrağımızı 2-5. Ona görə düzgün cavabım D variantı qalır.
Linda qabları dünən yudu. Cümlə keçmiş zamanda olduğuna görə was were axtarır gözüm. D ilə yer arasında qalaram və baxıram ki, mübtəda eyni qala bilməz deyə Y variantı doğru cavabdır. 19-cu sualda we may miss a train. May modal verbdir. Modal verb görəndə panikaya düşməyin. Modal verbdən sonra sadəcə to be artırılır və V3 formasına gəlir deyə D variantı doğru cavabdır. Mübtəda eyni qala bilməz deyə A çıxdı. Yəni may be missed. Yəni nə olsun? Məsələn, məşğul ödüsü necədir? To be üstə gəlsin V3. Mən də baxıram ki, feilin burada V3-də deyil. C çıxdı. Y variantına isə problem odur ki, uşaqlar mən səhv deyirəm. Nəyi? Cavab Y variantıdır uşaqlar. D variantı səhvdir. Çünki bydan sonra şəxs əvəzliyi verilə bilməz. Ona görə Y variantı. İndi ola bilər ki, mən nəsə bu testləri izah eləyəndə hər hansısa bir səhvə yol verim. Yəni onu mütləq mənə aşağıda komment şəklində yazın, ya mənə şəxsiyə yazın. Hərdən beynim dağılır. Ona görə I listen to the teacher attentively. Mən müəlliməyə diqqətlə qulaq asdım. Müəllimi mənim tamamlığımda keçəcək cümlənin əvvəlinə ay eyni qala bilməz. Cümlə keçmiş zamanda olduğuna görə was were axtaracağam. Was'dan sonra da qətiyyən bin gələ bilməz deyə. Çünki was özü to be-dir də. To be-dən sonra mən niyə dərzən bir də bir gətirim ki? 21-ci sual detektiv sirri çözdü, həll elədi. Sir keçir cümlənin əvvəlinə və cümlə keçmiş zamanda olduğuna görə was were gətirməlisiniz cümləyə uşaqlar. Was-dan sonra da bin gələ bilməz deyə A variantı qalır. Yəni detektiv sirri çözdü. Bir də belə deyə bilərsiniz də. Sir çözüldü detektiv tərəfindən. 22-ci sualda yenə this portrait keçəcək cümlənin əvvəlinə. Cümlə indiki bitmiş zamanda olduğuna görə mütləq bin gəlməlidir. Amma have-in həzmin olanda indiki bitmişdir. Biz onu keçmiş bitmişə çevirmək kimi bir hüququmuz olmadığına görə ona hədd verə bilmərəm. Cavabım da qaldı Y variantı. Asandaydı. 23-cü sualda the copy of contract cümlənin tamamlığıdır. Keçir cümlənin əvvəlinə Z çıxdı ona görə. Cümlə də gələcək zamanda olduğuna görə mütləq will be sent formasında olmalıdır deyə A da çıxdı. Will be sent olar, will be sent olar. Amma Y variantında will be sent yoxdur. Cümlənin mübtədəsi olan Z-yi gətirib cümlənin nətər gəldi ortasına atıblar. Belə bir şey eləyə bilmərik. Onu yalnız bydan sonra verə bilərik demişik. 24-cü sualda Miss Mary teach us English. Burada 2 dənə tamamlıq var. Bizə İngiliscə öyrədir. Kimə? Bizə nə öyrədir? İngilis dilini öyrədir də. Yəni, ikisinə keçirə bilərəm. Sadəcə baxıram ki, cümləm indiki zamandadır. İndiki zamanda onunla əmizar gəlməlidir cümləyə. Gəlin birinci onları çıxaq. İzdən sonra qətiyyən bin gələ bilməz. Əmizardır, was were, bunlara sonra bin gələ bilməz. Mübtəda eyni də qala bilməz. Ona görə Y variantı götürürəm. 25-ci sual artıq a desk tamamlıqda keçəcək cümlənin əvvəlinə. Test keçəndən sonra baxıram ki, cümlə indiki davam edici zamandır. İndiki davam edici zamanda mütləq cümləyə being gəlməlidir. Bin yox, being gəlməlidir uşaqlar. Bu da olmayacaq. Bu cümlə indiki davam edici zamanda olduğuna görə was were yox, əmizarla verilməlidir indiki davam edici zaman. 26-cı cümlə isə baxın görürsünüz keçmiş davam edici zamandadır. Birinci Simon's painting. Simon'un şəkillərini, Simon'un özü yox, Simon'un şəkilləri. Baxıram ki, word-dən sonra being gələ bilməz. Mənə being lazımdır. Being. Cümlə çünki keçmiş davam edici zamandadır. Ona görə C variantı doğru cavabdır. 27-ci sualda isə deyir ki, su örtür yer kürəsinin səthini. Covers indiki zamanda olduğuna görə uşaqlar avtomatik olaraq əmizar gəlməlidir cümləyə. Əmizardan sonra bin gələ bilməz deyə B variantı doğru cavabdır. Keçirəm növbəti sualıma 28-ə. Someone wrote this letter. This letter mənim cümləmin tamamlığıdır deyə keçirəm onu əvvələ. Cümlə keçmiş zamanda olduğuna görə gözüm was were axtarır. Was were-dən sonra bin gələ bilməz deyə A variantı doğru cavabdır. 29-cu sualda isə deyir ki, hansı cümlələr can be changed into passive voice, hansı çevrilə bilər, hansı çevrilə bilirdi. Tamamlığı olan cümlələrdir. Ovçu aslanı öldürdü. Kimi öldürdü, nəyi öldürdü? Aslanı. Aslan cümləmin tamamlığıdır. Amma 2-də deyir ki, onun babası 10 il əvvəl öldü. Tamamlıq yoxdur uşaqlar burada. 3-də deyir ki, 10 dənəsi onun qayğısına qalır. Kimin qayğısına qalır? Onun. Yəni 1 ilə 3-də tamamlıq var deyə ona görə D variantını götürəcəm. 4-də isə deyir ki, qonaqlar vaxtında çatdılar. Yəni burada heç bir tamamlıq yoxdur. 30-cu sualda isə deyir ki, hansı cümlələr cannot be changed, artıq dəyişilə bilməyənlər soruşur. 1-də deyir ki, prezident Kaliforniyaya dünən çatdı. Bir götürürəm. Deyir ki, hadisə dünən evin çölündə baş verdi. Harada baş verdi? 2 dəyişə bilməz uşaqlar. 3-də deyir ki, mən məktubu aldım. Nəyi aldım? Məktubu. Tamamlıq var burada. Onlar tikdilər yeni körpünün nəyi? Ona görə 1-2 A variantı doğru cavabdır. 31-ci sualda baxıram ki, the fish mənim tamamlığımda qət təzən mübtədə eyni qala bilməz çıxdı. The fish keçirəm əvvələ. Cümlə eti bilirsiniz ki, qaydasız feildir. It, et olur. Keçmiş zamanda keçəndə mütləq cümləyə
Was və were gəlməlidir. Wasdan were'dən sonra been gələ bilməz deyə uşaqlar. Düzgün cavabın B variantıdır. 32-ci sualda isə many people visit this place. This place tamamlığımda keçəcək cümlənin əvvəlinə və cümlə indiki zamanda olduğuna görə əmizar gəlməlidir cümləyə və izdən sonra been gələ bilməz deyə qətiyyən D variantı doğru cavabdır. 33-cü sualda isə passive voice yenə istəyir, amma deyir ki, hansı cümlə passive voice-dadır? İndi sən tap. Biz də bilirik ki, mütləq to be üstə gəlsin V3 olmalıdır və gözüm avtomatik olaraq to be üstə gəlsin V3 axtarır deyə Y variantıdır. D variantında ümumiyyətlə to be yoxdur, C variantında ümumiyyətlə to be yoxdur, B variantında to be yoxdur, var A variantında, amma bu davam edəcək zamanda uşaqlar. Burada feilin 3-cü forması gəlsəydi, məchul növ kimi götürərdim onu. 34-cü sualda isə deyir ki, Nick is asking to bring his camera. Nick xahiş edir ki, onun kamerasını gətirsin. Nick will be asked. Nick asked. Nick was asked. Bizə deyir ki, məchul növdə olan cümlə hesab. Mən də baxıram ki, Nick özü də xahiş edə bilər onun kamerasını gətirmək üçün, ya da Nickdən xahiş olunlar ki, onun kamerası gəlsin. Ona görə benim qarşı ki, hamısı uyğun gəlir axı demək olar ki. Mənə deyir ki, məchul növ. Məchul növ necə idi uşaqlar? To be üstə gəlsin V3. To be üstə gəlsin V3. Və salam 2-4. Cavab D variantıdır. 35-ci sualıma baxıram. 35-ci sualımda yenə mənə deyir ki, məchul növdə olan cümlələri seç. Yəni, to be isə gəlsin V3. To be var, amma feilin 3-cü forması yoxdur. To be var, feilin 3-cü forması da var 2. 3-də ümumiyyətlə to be yoxdur. 4-də to be isə gəlsin V3 var. 5-də isə cümlənin sonu sifətlə bitirsə, o cümlə ümumiyyətlə məchul növdə ola bilməz. 2-4 düzgün cavabım C variantı olacaq. 36-cı sualda yenə məchul növdə olan cümlələri istəyir mənə. Baxıram ki, 1-də ümumiyyətlə to be yoxdur. 2-də to be, üstə gəlsin V3 var. 2-ni götürürəm. Sonra with nəm deməkdir uşaqlar. Cümlənin son sifətlə bitirsə, o cümlə məchul növdə deyil. Və 4-də də were watered, güllər sulanıldı dünən. 2-4 düzgün cavabım olacaq Y variantı. 37-ci sualda isə bizə deyir ki, the wind damaged all the trees in our street. Deyir ki, hansı, burada sadəcə çevirmədir. Tamamlığı götürürəm, atıram cümlənin əvvəlinə. Cümlə keçmiş zamanda olduğuna görə cümlənin was were axtarır gözüm. Cavabım isə qalacaq A variantı isə bütün ağaclar dağıdıldı. 38-ci sualda isə deyir ki, my father and my brother are repairing. Cümlə indiki davam edici zamandır. Tamamlığı götürüb atıram cümlənin əvvəlinə və bilirəm ki, tamamlı indiki davam edicisə mənim burada was were nə işi var ki, mənə lazımdır ki, əmizar falan olsun və being gəlsin cümləyə. Ona görə Y variantı doğru cavabdır. 39-cu sualda isə deyir ki, they cancelled all the flights. Onlar bütün uçuşları ləğv etdilər. Mən də baxıram ki, bütün uçuşlar keçməlidir cümlənin əvvəlinə və cümlə keçmiş zamanda olduğuna görə mütləq was were gəlməlidir, amma was were-dən sonra been gələ bilməz. Və cümlə müftədəsi eyni qala bilməz. B də getdi, C də getdi. Müftədə eyni qala bilməz, Y də getdi. Baxıram ki, A ilə D-nın arasında qaldım. By'dan sonra şəxs əvəziyi, obyekt əvəziyi gəlməliydi deyə düzgün cavabım D variantıdır. 40-cı suala baxıram, o dəqiqə yenə panikaya düşmürəm. Cümlənin zamanını tuturam. Do indiki zamanı bildirir uşaqlar. İndiki zamanda olanda mütləq cümləyə əmizar gəlməlidir. D variantında əmizar ümumiyyətlə yoxdur. Burada was were var. B variantında ümumiyyətlə əmizar yoxdur. Qalaram A ilə Y arasında. İndi baxın. Deyir ki, what do they sell in this shop? Onlar bu mağazada nə satırlar? A variantında deyir ki, fishing rods are sold. Deyir ki, balıq tutma şeyləri bu mağazada satılır. Yoxsa Y variantında deyir ki, bu mağaza satılır. Bu mağaza satılmır, balıq tutma şeyləri satılır. 41-ci sualda did varsa keçmiş zamandadır cümlə. Keçmiş zaman olanda mütləq was were gəlməlidir. Was-dan were-dən sonra been gələ bilməz. Money, pul sözü təkdə deyə were-lə yox, uşaqlar was-la verilməlidir. 42-ci sualda isə məchul növdə olan cümlələr istəyir. To be var, amma feilin 3-cü forması yox.